Martın 11'ində Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin onundan 11-də keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Cənub-şərq küləyi əsəcək, temperatur gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq. Sabah Naxçıvan ərazisində də hava əsasən yağmursuz keçəcək, axşama doğru bəzi yerlərdə çiskin ehtimalı var, temperatur 4-6 dərəcə isti gözlənilir. Sabah bəzi dağ ətəyi rayonlarda yağış yağacaq, dağlıq rayonlara qar yağacaq. Gündüz fasilə olacaq, bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək. Temperatur gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağ ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.